Çox gözəldir. Yol polislərdən Allah razı olsun. Yoxsa bəzi o Bəkkədən alanlar üstümüzə çıxar. Hələ Allah onlara can sağlığı versin. Amma hərdən olur ki, bəzən haqsız yerə saxlanılır sürücü, yəni heç bir səhv etmədən. Bəs onda necə? O necətən olur? İldə, 100 ildə bir dəfə olar. Həmişə haqsız saxlamaz. Mən 35 ildir işləyirəm, hələ məni haqsız saxlamayıblar. Sizi saxlayıb cərimə eləyiblər? Bəli. Yəni bu haqlı səbəbdən olub da, yəni sizin deməyiniz. Bəli, mən eləmişəm yol pozuntusu, mənə də eləyib. Olsa haqsızlıq nədir ki, iştiraflarımız böyükdür. Haqsızlıq odur. İndiki zamanda xalqın bu cür maaşla dolanışında o iştiraflar həddindən artıq artırdır. Bəli, artıq. Bəli, narazıyam. Mən çəkməyinə gələcəm. Niyə ki? Yəni belə deyə də, yəni naruşeni eləməsin, yəni qayda pozuntusu yaratmasın, yəni sən qəsdən tutub saxlayıb naruşeni yazmazlar, cərimə yazmazlar. Yəni siz heç bir qayda pozuntusu eləməmsiniz də indiyə qədər, sizi tutmayıblar? Yox, demək olar yox. Yəni olanda da olur da, yəni elementar olur, o da ki saxlayırlar, cəriməni yazırlar. Yəni ki razısınız da yol polisindən? Bəli, bəli, çox sağ olsunlar. Münasibətimiz pisdir. Nəyə görə, yəni nədə olubdu, haqsızlığı nədə görürsünüz? Hər şeydə, adi bir şeydə zamçın edirlər. Çox şey, qanuna zidd hərəkətlər edirlər. Məsələn, nə kimi hərəkətlər? Çox şey demək olar, məsəl üçün hər şeydə, nə bilim. Olubmu ki, sizi haqsız yerə cərimələyiblər? Olub, bəli, olubdur. Bəli, maşından düşməyə vadir eləyir, maşından düşürtməyə yol polisinin icazəsi yoxdur. Heç bir sənədsiz maşından düşürtməyə icazəsi yoxdur yol polisinin. Sizi nəyə görə maşından düşürdük ki? Deyib, sizə səhvi nədə görüb? Ekologiya postunda maşının havanın korlamasının tüstüsünə görə. Demişəm, yaz deyir, yox, düş bax kimi. Yaz, protokola yaz, gətir, qol çəkim, müsəqdardır. Bu qədər. Yəni ki, münasibətiniz elə də yaxşı deyil yol polislərinin? Xeyr, yaxşı deyil. Yaxşıdır. Təbii ki, bilirsiniz, meşədə ağacın hamısı eyni olmur. Yol polisinin insanıq da, yaxşısı da olur, pisi də olur, hər cürəsi. Amma mənə rast gələnlər yaxşı olub. Yəni sizi haqsız yerə cərimələməyiblərdi? Xeyr. Mən haqqımı tələb eləməyi bacarıram. Partiya sovet işçisi olmuşam. Mən anlatmaq olar ilə belə. Amma olub da elə bir şey, amma sizə anlata bilməyiblər. Yox. Bəli, olan keçmişdə olub bir dəfə. Demək, Hacıqabuldan Kürdəmir tərəfə gedəndə mənə dedi ki, radara düşmüsən. Dedim, davay, ver bura şəkli. Görüm olur. Bu çoxdan olubdur. Amma son vaxtlar ədalət naminə çox yaxşı. İkinci cərgədə saxladığına görə, dayanma durma qaydasını pozduğuna görə inzibati protokol tərtib olunur. 20 manat miqdarında cərimə edilir sürücü. Doğrudan da səhv eləmisiniz? Yəni hər hansı səhvliyə yox. Səhv deyəndə bir yer düzəltsinlər maşını saxlamaq üçün, lap respublika qaysı olsun. Və ikinci riyadda saxlama, harda saxlayım? Adam mango dükandır bu. Harda saxlayım? Bir dənə yer düzəltsin birinci, sonra harda deyir saxlayım da. Əgər burada doğrudan da sıxlıqdırsa, hə, mən razıyam qayına. Sıxlıq yox, mən tez ofisə yaz cərimə. Cəriməni yazmaqla nə edəcəksən, hə, yaxşı. Yol polisinə əla. Bu dağı 142 manat protokolumu ödəyib gələm. Bax, zəngi zadı gedməyib. Bu dağı ödəmişəm onu. Nəyə görə protokol yazmışdılar? Telefonla danışmağıma görə. Maşında. Bəli. Demək, narazısınız da, yəni yol polisləri? Yox, narazı danışma telefonla. Aşı polislər, razıyıq, hələlik işimiz gedir də, neyək? Yol polislərinin münasibətim yaxşıdır. Bəzi şeylər var ki, məsələlər var ki, o barədə narazıyam. Nə məsələlərdir məsələn? Misal üçün, yol polisi yaxşı olar ki, o barədə cərimələr yazsın ki, sürətə görə, giriş qadağandır, giriş qadağandır olan yerə maşın sürürsə, ona görə. Misal üçün, indiki zamanda maşınlar çoxdur, necə deyərlər, rus dilində probkalar yaranır şəhərdə. Tıxaclar yaranır. Ona görə də yola çıxırsan, məsafə var da, haradasa dönüb gedmək istəyirsən. Müəyyən qədər məsafə var. Əl eləyir, deyir, maşını saxla, sən maşına yol vermədin.
Ona görə də Yəni bu kimi hallarına siz rast gəlmisiniz, bəli, deyil mi? bəli, ona görə də sürücülər çoxsu qorxur, yola çıxmağa qorxur ki, kifayət lap çox məsafə qalsın, çıxsın. Arxada da tıxac yaranır. Yəni belə hallar aradan qaldırılsa yaxşı olar. Hə, yol polisləri haqqım çox pisdir. Ona görə çoxsu rüşvətlə girib, öz biri ilə girməyib. Ona görə həm də ki, biri ilə girilməyəndə nətər deyim, çox vaxt təhqir edirlər. Əsası çox vaxt qorumaq üçün özlərini təqdim eləmirlər. Məsələn, axırıncı dəfə burada sporlaşmışdım yol polislə. Məndən alayıq sözlər deyir. O yol polisi, o bizdə. Mənə deyir, yol qırağından ki, sən qaldıb başımın üstə vuram. Amma o əsas qoruyur da, ən azından yol polisidir, qayda qanun qoruyur. O, biz böyüklərə, biz balacalar, biz böyüklərdən öyrənik. Mən ondan nə öyrənəcəm? Bəs siz haqsız yerə heç cərimə olunmusunuz? Yox, olunmamışam. Hardasa bir dəfə olunmuşam. Qoy deyim. Yol polisləri dayanmışdı Pak bulvarın qabağında. Oradan yolu keçirdilər. Hər keçəndə saxlayırlar. Qardaş qızla keçdi, mən də onun arxasına keçdim. Məni cərimə elədilər, qardaş eləmədilər. Bilirsiniz niyə? Onun nə var, yəni vəzifəsi güclüdür ona görə. Amma əsas yəni qanun hamı üçündür. Hamı üçün qanundur. Əgər o qanun ona yazılmısa, mənə niyə yazılsın? Əvvəllər yaxşı idi. İndi nə bilim valla özlərini lap pis vəziyyətə qoyublar. Nə kamelyon şüşələrə ilişirlər, nə iki diş dalı kəsirdin, ilişirlər, nə peredok verdin, ilişirlər. Rüşvət də dəhşət alırlar, nə bilim valla. Özlərini təmiz buraxıblar da. Yaxşılardan ıraq. Haqsız yerə cərimələnmisiniz? O qədər. Məsələn, nə olur? Məsəl üçün, Ruvaka dayanmışdım uşaqla. Elə bu Xalid qardaşımızdır, oyna. Elə biraz sürdük qabağa, qaylar saxladı. 15 gün bu oğlana həbs verdilər. Özüm önüm. Ona görə.